Selamünaleyküm. Ben bugün sizin için yine sağlamlıktan video çəkilər təqdim edirəm. Bax, bugün mən Sumqayıtda, parkdayım, bulvardayım. Çox gözəl bulvar var Sumqayıtın və gəzmək üçün, istirahət eləmək üçün çox gözəldir. Ancaq mənim mövzularım sağlamlıq haqqında olduğu üçün sizə çalışıram, vaxt sağlamlıqdan bəhs edirəm. Bax, bugünkü Sumqayıtda, bu bütün Azərbaycanın hər yerində, bütün dünyada bəlkə dəbdir, bizdə də dəb dalınca gedən insanlardanıq və bu işlərlə məşğul, bu parkları yaradanlar, quranlar bəzən də sağlamlıqdan anlayışı olmayan adamlardır. Və sizə çəkib nümayiş edeyim isə, baxın, bax, bu cür daşlar. Bu süni daşlardır, kafildən, metlaqdan belə düzəldirlər, görürsünüz. Çox gözəl park, çox gözəl düzəlilib, yaranıb insanlar üçün, ancaq heyf ki, sağlamlığa heç bir demək olar ki, xeyri olmayan, bax, bu süni daşlar. Siz bunun üçün gəzərkən, Bakıda və digər rayonlarımızda, parklarda gəzərkən, istirahət edərkən çalışın, çox diqqət yetirin, çalışın, mümkün qədər. Daşların üzərində gəzmək yox, asfalt yollarda daha yaxşı olur, asfalt yollarda gəzəsiniz və torpaq, qum daha yaxşı olar. Hətta ot, çəmənliyi seçin. Mümkün qədər beton, süni, bu kafelli, metlaqlı döşəmələrdən çalışın, aralı durun. Çox onun üstündə gəzməyin, özünüz kəsdikcə ayaqlarınızdakı ağırlığı hiss edirsiniz. Bu həmin istiqaməti dəyişin, keçin. Asfalt yola görəcəksiniz ki, ayağınızdakı ağırlıq çəkilir. Bir neçə dəqiqənin içində, bir neçə 100 metrənin içində, 10 metrənin içərisində hiss edirsiniz dəyişikliyi. Bax, çalışın sağlamlıq üçün. Gəzin üçün xüsusən də yer seçərkən mütləq bax, çalışın, bax, bu cür yollardan çox istifadə eləməyin. Baxın, görürsünüz, hər yer gözəl, ancaq demək olar sağlamlığa xeyir verməyən. Mümkündür. Bizdə isə asfalt yollar hamısı avtomobillər üçün hesablanır. Baxın, bax, ancaq bax, çalışın seçərkən mütləq bax, belənçi yollardan, asfalt yollarda gəzdik bir neçə dəqiqədən sonra necə ayağınız rahatlaşır, yüngülləşdiyini hiss edirsiniz. Bir insanın orqanizmində demək olar ki, bizdə bütün laboratoriya analizlər var. Sadəcə bədənimiz özü bizə işarət verir ki, nə etmək lazımdır. Baxın, bu cür çalışın, bu daşların üzərində, xüsusən də süni daşların üzərində. Daha yaxşı ki, ağlay daşlar olsa, onlar daha təbiidir. Bu süni daşlar insan üçün bax, ziyan. Bax, bu isə çox gözəl. Mümkün qədər asfalt olan yerlərdə gəzin. Özünüz gəzdikcə hiss edirsiniz ki, məsələn, burada gəzmək xeyirdir, ya ziyan. Bədənimiz, orqanizm bizim dediyimiz kimi, bax, belə kafeldir, nədirsə, bax, belə cür gözəy, bəzəkli daşlardan, süni daşlardan düzəldirlər. Daha yaxşı olar bu ağlay daşları, yəni kubik dediyimiz daşlardan olsa daha yaxşı olar. Amma bax, bizdə bax, bu cürdür, görürsünüz. Bax, belə daşları çalışmaq lazımdır. Bunların üstündə çox gəzməmək.